dinləyirsən? Ha? Nə dinləyirsən? Kosmonavtlardan yeni trek. Çox gözəldir. Sən də dinləmək istəyirsən? Yox, sağ ol. Mən burada diqqətimi toplamağa çalışıram. Aygün, nə olar? Cəmi bir dəqiqə. Həqiqətən əladır. Bax, hiss edirsən? Başımın ağrısından başqa heç nə hiss eləmirəm. Nə? Nə danışırsan sən Aygün? Bu əsl musiqidir. Sən musiqidən heç nə anlamırsan. Ona görə də belə deyirsən. Qulaq Aygün, sən ümumiyyətlə nə çəkirsən? Yenə öz çiçəklərini, kəpənəklərini. Mənim çiçəklərim, kəpənəklərimlə nə işim var? Bu mənim hobbimdir. Mən demirəm ki, pisdir. Sadəcə nəsə çox qeyri-ciddidir. Sən mimarlıq fakültəsindən qəbul olmaq istəyirsən, amma bütün günü gül çiçək çəkirsən. Fidan, sən ciddisən? Mən bunu özüm üçün çəkirəm. Mənə bu rahatlamağa kömək edir. Ümumiyyətlə sənə nə var? Necə yəni mənə nə var? Mən düşünürəm ki, sən qəbul imtahana daha çox vaxt ayırmalısan. Sən isə bütün günü gül çiçək çəkirsən. Bəlkə mən rəsm çəkməyi tamamilə atıb sənin möhtəşəm musiqilərini dinləməyə başlayım. Aygün, sadəcə olaraq sonra gəlib şikayətlənmə ki, mən qəbul imtahanına keçə bilmədim. Belə oldu. Belə çıxır ki, mən ağılsızam. Xeyr Aygün, mən bunu demək istəmirdim. Sadəcə. Yaxşısı budur, mən gedim. Onsuz da başım ağrıyırdı. Sən də öz məsləhətlərindən məni təngə gətirdin. Get, get. Sən heç kəs saxlamır. Mən niyə belə elədim axı? Aygün mənim yaxın dostumdur. Yaxşısı budur gedim ondan üzr istəyim. Aygün, məni bağışla. Mən sənə xətribə dəymək istəmirdim. Sadəcə sənin üçün çox narahatam. Bilirsən Fidan, sən sözü düz insanın üzünə deyirsən. Bəzən bu sözlər qəlbimi çox incidir. Bilirəm Aygün. Çalışaram daha yumuşaq danışmağı öyrənim. Aygün, sənin rəsmlər üçün söz dediyim üçün bağışla. Doğrudan da ki çox qəşəngdir. Səmimi deyirəm. Mən də üzr istəyirəm. Belə reaksiya verməməliydim. Bilirsən, sən də dinlədiyin musiqilər çox gözəldir. Barışdıq. Çəkdiklərini görmək istəyirsən? Əlbəttə. Aygün'le Fidan iki dost, üreleri sevgiyle dolu. Biri bahar çiçeği kimi, biri payız yaprağı kimi. Onların dostluğu ebedi. Aygün'le Fidan iki refika, dostlukları mükemmel bir ebedi hikaye. Kalplerin bir vurur, eyle arzular, birlikte adımlar geleceğe doğru. Çok güzel diyeceğim ki orada ondan Aygün'le sonra ne Fidan demeliydin iki ki? dost, üreleri sevgiyle dolu. Biri bahar çiçeği kimi, biri payız yaprağı kimi. Onların dostluğu ebedi. Aygün ve Fidan iki refika, dostlukları mükemmel bir ebedi.